Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil li veliyyikel fərəc. Yetişdik 7-ci dərsə səhifə 46-ya baxırıq. Quş konid və bexanid. P hərfinə aid olan sözlər. Pa, ayaq mənasında. Şeypur, şeypur mənasında. Lamp, lampa mənasında. Tup, top mənasında. Pa, şeypur, lamp, tup. Keçirik səhifə 47-yə. Quş konid və bexanid. Pərçəm, bayraq mənasında. Pəncərə, pəncərə mənasında. Parç, sürahi yaxud parç mənasında. Parçə, parça mənasında. Pərçəm, pəncərə, parç, parçə. Digər kəlmələr pesər, oğlan, oğul mənasında. Pedər, ata mənasında. Pirahən, köynək mənasında. Pişani, alın mənasında. Pesər, pedər, pirahən, pişani. Növbəti kəlmələr porteqal, portağal mənasında. Pol, körpü mənasında. Pul, pul mənasında. Pust, dəri yaxud qabıq mənasında. Porteqal, pol, pul, pust. 48-49-cu səhifələr tapşırıqlardır. Keçirik səhifə 50-yə. Quş konid və bexanid. T hərfinə aid olan sözləri keçirik bu səhifədə. Burada olan kəlmələr tofəng, tüfəng mənasında. Peste, püstə mənasında. Dəst, əl mənasında. Tut, tut mənasında. Tofəng, peste, dəst, tut. Səhifə 51. Quş konid və bexanid. Dinləyin və oxuyun. Təsbih, təsbih mənasında. Tərazu, tərəzi mənasında. Tab, yelləncək mənasında. Taksi, taksi mənasında. Təsbih, tərazu, tab, taksi. Növbəti kəlmələr telefon, telefon mənasında. Tehran, şəhər adıdır. Tiğ, ülgüc mənasında. Tir, ox və yaxud mərmi mənasında. Telefon, Tehran, tiğ, tir. Növbəti kəlmələr toxme morğ, toyuq yumurtası. Toxme, tum mənasında. Tup, top mənasında. Tut, tut mənasında. Toxme morğ, toxme, tup, tut. Səhifə 52 və 53 tapşırıqlardır. Səhifə 54-ə baxaq. S hərfinə aid olan sözlər. Saniyə, saniyə mənasında. Ləsə, diş əti mənasında. Musəlləs, üçbucaq mənasında. Əsas, ev əşyaları və yaxud məişət avadanlıqları mənasında. Saniyə, ləsə, musəlləs, əsas. Səhifə 55. Quş konid və bexanid. Dinləyin və oxuyun. Səbt nam, qeydiyyat mənasında. Əsər əngoşt, barmaq izi mənasında. Saniyə, saniyə mənasında. Əsas, ev əşyaları mənasında. Səbt nam, əsər əngoşt, saniyə, əsas. Bu səhifədə növbəti kəlmələrimiz servətmənd, varlı, dövlətli mənasında. Ləsə, diş əti mənasında. Kəsif,
çirkli mənasında, bulaşıq mənasında. Sols 1/3 mənasındadır. Servətmənd, ləsə, kəsif, sols. Bu səhifədə növbəti kəlməmiz Kolsum. Kolsum adam adıdır. Səhifə 56 və 57 tapşırıqlardır. Bunları sonda qeyd edəcəyik. Keçirik səhifə 58-ə. Deməli, səhifə 58-də aya sual ədatını keçirik. Bu ədat həmişə cümlənin əvvəlində gəlir. Azərbaycan dilində cümlənin sonunda işlətdiyimiz m, mi, mu, mü sual şəkilçisi yaxud məgər kimi məna ifadə edə bilir. Yəni Azərbaycan dilində bu kitabdırmı cümləsi fars dilində bu cür olur. Aya in kitab است. Bu kitabdırmı? Aya ilə ya müsbət sual verilir, ya da mənfi sual. Müsbət suallar feilin müsbət forması ilə, mənfi suallar isə feilin inkar yaxud mənfi forması ilə verilir. Məsələn, aya in kitab nist? Bu kitab deyil, bu mənfi sual cümləsidir. Biz bu kitabda aya ilə müsbət sual verməyi öyrənirik. Mənfi sualı isə ikinci kitaba saxlayırıq, yəni ikinci kitabda qeyd edəcəyik. Deməli, aya ilə verilən müsbət suallar iki cür cavablanır. Əgər sualı təsdiq ediriksə, bu zaman təsdiqdə, yox əgər sualı inkar ediriksə, bu zaman inkarda cavab veririk. İndi gəlin hər iki cavab şəklinə ayrıca baxaq. Əgər cavab müsbətdirsə, yəni bəli demək istəyiriksə cavabda, bu zaman cümlənin əvvəlində bəli ədatı işlənir, yəni bəli işlədilir, bəli kəlməsi işlədilir. Misala baxaq. Aya in boşqab است? Bu boşqabdırmı? Bəli, in boşqab است. Bəli, bu boşqabdır. Burada işarə edir boşqaba, soruşur. Boşqabdır və yaxud boşqabdırmı? Sualı təsdiq etdiyimiz üçün bəli ilə cavab veririk. Burada diqqət edək ki, sual necədirsə, cavab da eyni cümlə quruluşu ilə, sadəcə əvvəlində bəli gələrək verilir. Yəni təsdiq cavabında aya ədatını silib, yerinə sadəcə bəli sözünü əlavə edirik, cümlənin qalan hissəsi də olduğu kimi qalır. Amma əgər cavab inkardırsa, yəni xeyr və ya yox demək istəyiriksə cavabda, bu zaman cümlənin əvvəlində nə ədatı işlənir, yaxud nə kəlməsi işlədilir. Misala baxaq. Aya an peste است? Bu püstədirmi? Nə an toxme است? Xeyr, bu tumdur. Burada işarə edir tuma, soruşur. Bu püstədir. Püstə olmadığı üçün buna inkarda cavab veririk. Burada da mühüm bir məqam var. O da bundan ibarətdir ki, inkar cavabında sadəcə nə, yəni yox demirik, həm də düzgün olan şeyi də qeyd edirik. Misalda qeyd etdiyimiz kimi. Səhifə 59, quş konid və bexanid. Burada cümlələrə baxaq. Aya in porteqal است? Bu portağaldırmı? Bəli, in porteqal است. Bəli, bu portağaldır. Aya an telefon است? O telefondurmu? Nə an terazu است? Xeyr, o tərəzidir. Aya an əsb است? Bəli, an əsb است. O atdırmı? Bəli, o atdır. Aya in peste است? Bu püstədirmi? Bəli, in peste است. Bəli, bu püstədir. Aya an dəst است? O əldirmi? Nə an pa است? Xeyr, o ayaqdır. Səhifə 60-61 tapşırıqlardır. Səhifə 62-yə baxaq. بخوانید پرتقال، تسبیح، پیراهن، تخم مرغ، پیشانی، تهران، تیغ، پنجره، ترازو، کثیف، پرچم، تاکسی، پسر،
ثروتمند، لثه، ثانیه، پول، توت، پارچه، توپ، پسته، تلفن، سلس. این بلبل است. آن بوقلمون است. آن اسب است. این تاکسی است. این پرتقال است. آن توت است. آن چیست؟ آن دست است. آیا آن پول است؟ بله، آن پول است. آیا این تخم مرغ است؟ نه، این تخمه است. آیا آن تسبیح است؟ بله، آن تسبیح است. آیا این لامپ است؟ بله، این لامپ است. آیا آن بوقلمون است؟ نه، آن بلبل است. این چیست؟ این پارچه است. آیا این تلفن است؟ نه، این تیغ است. آیا این پیراهن کثیف است؟ بله، این پیراهن کثیف است. Bu köynək çirklidirmi? Bəli, bu köynək çirklidir. Bu sonuncu cümlədə deməli in sifət-i eşarə kimi işlənib. Biz keçən dərs işarə sözlərini iki yerə böldük. Birincidə dedik ki, zəmiri eşarə və ikinci sifət-i eşarə. Bu dərsdə yeri gəldiyi üçün cümlədə işlətdiyi üçün sifət-i eşarəni qeyd edirik. Sifət-i eşarə dedikdə, yəni in və an sözləri isimlə birlikdə işləndikdə, isimlə yanaşma əlaqəsi ilə gəldikdə və ona işarə etdikdə, yəni o ismə işarə etdikdə sifət-i eşarə funksiyasını yerinə yetirirlər. Düzdür ki, Azərbaycan dilində belə bir bölgü yoxdur. Bu iki söz bizim dilimizdə tək də işlənsə, yanaşma əlaqəsi ilə də işlənsə, yəni təyin kimi də işlənsə, hər iki halda şəxs əvəzliyi adlanır. Hər halda bu iki söz hər iki halda həm əvəzlik kimi, həm də sifət kimi işləndikdə işarə sözü sayılırlar. Biz bunlara işarə söz deyirik. Hər iki halda in yaxına, an isə uzağa işarə üçündür. Sadəcə olaraq sifət-i eşarə olan zaman in və an sözləri sifət sayılır və həmçinin hansı sualına cavab verə bilirlər. Misala diqqət edək. İn xərs lağər است. Bu ayı arıqdır. Burada in xərs, in burada sifətdir. Xərs isə sifətin aid olduğu sözdür. İn xərs hansı, deməli bu ayı, hansı ayı, bu ayı. Burada in sifət kimi işlənibdir. Bunu da qeyd edək ki, in və an sifət-i işarə kimi işləndikdə, bu iki sözlə ədəbi dildə və rəsmi danışıqda insan məfhumunu da işarə etməyin heç bir eybi yoxdur. Halbuki biz zəmir işarədə qeyd elədik ki, əgər zəmir işarə kimi işlənsə in və an, bu zaman insan məfhumuna işarə etmək qəbahətdir. Misala baxaq. İn xanım bimar است. Bu xanım xəstədir. Burada biz sifət-i işarə, in və an sifət-i işarə kimi gəldiyi üçün insan məfhumuna işarə etmişik və demişik ki, bu qadın xəstədir. Kitabın tapşırıqlarına baxaq. Səhifə 48, kamil konid. Burada sözləri tamamlayacaqsınız. Səhifə 49-da manənd nümunə benivizid. Nümunəyə uyğun. Həm açıq yazıların üstündən tünd rənglə getməlisiniz burada, həm də bir dəfə təkrar yazmalısınız. Səhifə 52 yenə də kamil konid. Burada sözləri tamamlayacaqsınız. Səhifə 53 manənd nümunə benivizid. Nümunəyə uyğun yazın. Səhifə 56 kamil konid. Burada sözləri tamamlayacaqsınız yenə də. Səhifə 57 manənd nümunə benivizid. Nümunəyə uyğun yazacaqsınız. Deməli, açıq rəngin üzərindən tünd rənglə gedəcəksiniz və bir dəfə təkrar yazmalısınız. Səhifə 60 və 61. Palsoq درست را انتخاب کنید. Düzgün cavabı seçib yazmalısınız bu iki səhifədə. İş dəftərindən olan tapşırıqlara baxaq. Səhifə 19. Birinci tapşırıq manənd nümunə benivizid. Burada sözləri boş yerlərə olduğu kimi köçürməlisiniz.
Səhifə 20. Verilmiş cümlələri 2 dəfə təkrar yazın qeyd edib, boş xanalarda bunları təkrar yazmalısınız. Bu səhifədə növbəti tapşırıq kamil konit. Cədvəldəki sözləri lazım olan səsləri yazmaqla tamamlamalısınız. Misal, birinci xanada yazırıq pərçəm. Həmin səhifədə qeyd edilib ki, kodan vaje dorostas cədvəldə bu cür yazıbdır. Hansı söz doğrudur? Burada hansı sözün yazı cəhətdən doğru olduğunu müəyyənləşdirmək lazımdır. Keçmiş dərsdə də belə bir tapşırığımız var idi. Məsələn, burada Tehran sözü birinci variantda doğru yazılıbdır, ikinci variantda səhv yazılıbdır. Səhifənin aşağı hissəsinə baxırıq. Səhifənin aşağı hissəsində manəndə misal, benivisid, misala uyğun yazın qeyd edilibdir. Qarışıq sözləri burada cümlə halına gətirmək lazımdır. Məsələn, yazıbdır ki, bəstəni əst aya an. Bunu cümlə halına gətirsək, doğru cümlə bu cür olur. Aya an bəstəni əst. Səhifə 21. 20-ci səhifədə yazıb ki, nam-ı əkshay zir ra benivisid. Aşağıdakı şəkillərin adlarını yazın. Birinci şəkildə nə yazırıq? Kəsif. Çirkli yazırıq, kəsif. Səhifə 22. Yazıb cavab dəhid. Sualları şəklə uyğun cavablandırmalıyıq. Burada birinci olur, aya in parça əst. Cavab olaraq yazırıq ki, nə in pərçəm əst. Çünki şəkildə pərçəm veribdir. Sualda verib aya in parça əst. Burada inkarda cavab verib və qeyd edirik ki, nə in pərçəm əst. Səhifə 23. Manəndə misal, benivisid, misala uyğun yazın. Deməli, burada sözlər yazılıb. Misala uyğun sözləri hərflərə bölüb yazmalısınız. Səhifənin aşağı hissəsində qeyd edilir ki, pasoq dəhid. Bu cür yazıb, yəni cavab verin. Burada bir dənə şəkil veribdir və həmçinin 3 dənə sual veribdir şəkilə uyğun. In çist yazıb, sonra burada şəkilə baxıb cavab verməliyik. In çist bu nədir? Şəkilə görə cavab verməliyik. Sonra aya in tub əst yazıbdır. Burada inkarda cavab verməliyik, çünki şəkildəki tub deyil. Sonra yazıbdır ki, aya in porteqal əst. Burada isə təsdiqdə cavab verməliyik. Deməli, dərsimizin axırında isə sınaq oyununa yetişirik. Keçən dərsdən 5 ədəd sual olacaq bu sınaq oyununda. Çist sual əvəzliyi ilə bu sualı verəcəyik. Əvvəl şəkil və variantlar açılacaq. Daha sonra şəkil və variantlar açılan kimi in çist yaxud an çist kimi soruşacağam. Cavab vermək üçün isə yenə də 2 saniyə zamanınız var. Başlayaq. In çist. این ایستگاه است. آن چیست؟ آن بنزین است. این چیست؟ این بخاری است. آن چیست؟ آن بلبل است. این چیست؟ این کتاب است. Bugünkü dərsimiz də bu qədər və axiru dəvana enilhamdülillahi rabbil alamin.